Saçımı 50 dəfə düzəldəcəyim videoya xoş gəlmisiniz. Şaka. Bəzən bəzi şeylərin fərqində oluruq, lakin bunları göz ardı edirik. Bir şeyləri bilməyimiz onları daim izləyəcəyimiz mənasına gəlmir, təbii ki. Və bugünkü mövzu da mənim daim fərqində olduğum, lakin heç vaxt özümə səsli demədiyim və yaxud əməl etmədiyim mövzulardan biridir. Bu videoda deyəcəklərim bəzilərinə klişe səslənə bilər, lakin dürüst olmaq lazımdırsa, mən özümə hal-hazırda deyəcəklərimi heç bir şəkildə səsli formada deməmişəm. Əvvəldə qeyd etdiyim kimi, bir şeyləri bilməyimiz, bunlara əməl etməyimiz mənasına gəlmir və yaxud bir şeylərin fərqində olmağımız. Sınandıqlarımız nələrsə bizə hər zaman nə isə öyrədir. Mən hər zaman gözlənilməklə sınanılıram deyə düşünürəm. İstədiyim hər şey, planlarım və sair məndən gözləməyi tələb edir. Hansı ki, mən gözləməyi sevməyən birisiyəm. Və mən daim, yenə gözləyirəm, mən fokuslanıram. Bəlkə də gözləməyə deyil də nəticəyə və yaxud olanlara fokuslansam, hər şey fərqli cür ola bilər deyə düşünürəm. Və mən buradan başa düşürəm ki, mən gözləməyi öyrənməliyəm. Bu mənə bir dərsdir. Bəzən planladıqlarımız gerçəkləşmir. Hər şey alt-üst olur. Xaos dolu bir gün yaşayırıq və heç bir zaman bitməyəcəyini düşünürük. Amma əsas məsələ burada o xaosa, o qarşılığa, o neqativliyə fokuslanmaq deyil. Əsas məsələ bu neqativliyin içindən sağlam, aydınlanmış şəkildə çıxmaqdır məncə. Bir şeylər alt-üst olursa, bəlkə bir səbəbi vardır deyə düşünməliyik. Mən bunu edirəm, amma bir səbəbi olduğunu hər zaman düşünürəm və hər zaman sözsüz ki, daha gözəl nələrsə baş verib. Mən sosial mediada bu haqda çox reelslər, postlar görürəm. Hansı ki, sən bir gül istəyirsən, amma səni qarşıda bir buket güllər, bağça, bağlar gözləyir. Mənim həyatımda nələrsə yolunda getmədikdə və özümü çox belə neqativ hiss etdikdə, planlarım alt-üst olduqda daim əlimdə olanları xatırlayıram, əldə etdiklərimi xatırlayıram, nailiyyətlərimi xatırlayıram, minnətdar oluram və daha ümidli olmağa çalışıram. Daim bu fikir ağlımda olur ki, bu olursa deməli bir səbəbi var. Yəni daim bir səbəb axtarıram. Məncə bu məni ən çox ayaqda tutan şeylərdən biridir. Çətin vaxtlarımda və yaxud istədiklərim gerçəkləşmədikdə. Ay niyə olmadı deyil də, niyə oldu deyə sual versək, məncə bəzi cavablar tapa bilərik. Nəsə baş verirsə baş verir. İdarə edə bilmədiklərimizi ilişib qala bilmərik. Leyla, sən də eşit. Həyatda həmişə nəsə baş verəcək. Həmişə planlarımız pozula bilər. Amma biz zamanlamaya güvənməliyik. Düzgün zamanlama deyə bir şey var məncə. Hər şey sən hazır olanda və düzgün zamanında olur. Mən yenə qapanış videosu çəkə bilmirəm. Mən qapanış videolarında məncə yaxşı deyiləm.